Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə növbəti taxıl yüklü vaqonlar Ermənistana göndərilir. Belə ki, ümumi çəkisi 488 ton olan 7 taxıl yüklü vaqon Biləcəri Dəmiryol stansiyasından Ermənistana yola salınır. Qeyd edək ki, Biləcəri Dəmiryol stansiyasından yola düşən qatar daha sonra Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradansa Ermənistan istiqamətində hərəkət edəcək. Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 21 min tondan çox taxıl göndərilib. Nuray Qədirli, Vüsal Bayramov, APA TV.